mahnıdır və düşünürəm ki, bugün onu da bol-bol dinləyək. İndi ifa edəcəyiniz mahnı biləm yeni mahnıdır, düzdür mü? Yeni mahnıdır, bəli, yeni Peki biraz danışasınız ondan. Ümumiyyətlə kimlərlə çalışırsınız? Bəstəkar olaraq. İş yoldaşlarımla işlədiyim iş yoldaşlarımla çalışıram. Deməli, musiqisi Mətləb Ağayevin, o da Həzə Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistidir, güclü vokalistdir, həm də bəstəkarlıqla məşğul olur. Sözləri də dəyərli pedaqoq, kanon müəllimi, kanon ifaçısı, o da mənim iş yoldaşımdır, Humay Abbasa aiddir. Nə gözəl. Çox sağ olun. O zaman keçək, dinləyək. Buyurun. Çox sağ olun. Çok sağ olun. Ne güzel ifa ettiniz bu mahnını. Çok da güzel mahnıdır. Çok sağ olun. Kızlar. Çok güzel. Bir anlıq olsa indi bilməm sizi necə. Mən hardasa xəyallara daldım. Və bu bir mahnıda bütün vokal imkanlarınızın da bir qismini də göstərə bildiniz, belə deyək, hə? Aferin sizə. Çox sağ olun. Xeyirli, uğurlu olsun. Çox sağ olun. Çox sağ olun. Əyləşərək davam eləyək. Xədicə, mən onu da deyim ki, yəni sən ilk dəfə mənim verilişimdə deyirsən, Zümrüd ilk dəfə bütün Doğrudan televiziya... ilk dəfədir. Bəli. Bundan öncə bir-iki dəfə iş